İvan Krılov'un Ağac Hikayesi. Çiyninde baltası kendi gedirdi. Pöhürçe bir ağac kendiye dedi. Deməli, baltana kendi gedir. Bir ağac da kendiye deyir. Əzizim, dövrəmdə nə ağac var? Sən çox yaxşı olar ki, bir-bir kəsəsən. Rahatca boy ata bilmirəm artıq. Nə günəş görürəm, nə də ki işıq. Deməli, ağac kəndiyedir ki, ətrafımdakı bütün ağaclardır. Kəs, hamısını bir-bir. Boy ata bilmirəm, işıq görmürəm, günəş görmürəm. Köküm rişə ata bilmir torpağa, küləklər də düşüb məndən uzağa. Heç məni axtarıb araya bilmir, tağ hörüb gövdəmə sarıya bilmir. Mane olmasaydı mənə bu meşə, dərəni tutardı kölgəm həmişə. Deməli, dərənidir kölgəm həmişə tutardı. Ağac deməli kəndli çiynində baltasına gedəndə ağac bunu saxlayır. Deyir ki, bir-bir ətrafındakı ağacların hamısını kəs. Çünki deyir günəş işıq görmürəm, köküm rişə ata bilmir. Külək mən tərəfə gəlmir, məndən uzaqdadır. Və meşədir mənə mane olmasaydı, dərənidir mənim kölgəm tutardı. İndi isə çubuq tək napnaziyəm. Yəni özü deyir ki, mən deyir indi çubuq kimi napnaziyəm. Baltaya əl atıb kəndli də bu dəm düşündü dost tək bu ağaca xidmət göstərsin gərək. Deməli, testlərdə nə verirlər? Deyir ki, düşmən idi və düşmən kimi kəsdi onu. Yox, deyir ki, dost tək fikirləşir ki, ona kömək eləsin. Bu ağaca xidmət göstərsin. Tamam təmizləndi onun dövrəsi. Digər ki, çıxmadı şan şöhrət səsi. Gah günəş ağacı yandırdı, yaxdı, dolu vurdu, gah da gür yağış yağdı. Yəni ağacın ətrafını təmizləyəndən sonra şöhrəti böyümədi, yəni şöhrət səsi gəlmədi. Günəş deyir onu yandırdı, gah deyir yağış yağdı, dolu vurdu, küləklər ağacı yəni yıxdı, küləklərdir ağacı yıxdı. İlan dedi ona çox acı-acı. Deməli, burada kəndi var, ağac var, ilan var. İlan ona acı-acı dedi. Ağılsız, başına iş açdın özün. Axı sıx meşədə bir yaxşı düşün. Boy atıb görməzdin quraqlıq, külək. Qoca ağaclar qoruyaydılar səni bala tək. Deməli, onu ağılsız adlandırır. Deyir ki, ağılsız, sən öz başına özün iş açmısan. Bu cür deyir, sıx meşədə deyir, sən deyir, boy atardın, quraqlıq, deyir, külək görməzdin. Yəni, böyük ağacların içərisində boy atsaydın, külək səni yıxa bilməzdi. Qoca ağaclar səni deyir, qoruyardılar balası tək. Yəni, bala kimi deyir, səni qoruyardılar. Onlar da meşədən bir gün gedəndə, dünyanı tərk edəndə, sən də qalxıb boya başa çatardın, kökün üstə möhkəm qərar tutardın. Yıxılmazdın elə hey yüksələrdin, bəlkə də tufana sinə gərərdin. Yəni, sən deyir, qoca ağacların içərisində böyüsəydin, ondan sonra deyir, yəni özünü tutsaydın tamamilə bir növ yetkin olsaydın və sonra həmin ağaclar artıq qurusaydılar, sən artıq öz deyir yerini tutacaqdın. Boya başa çatıb deyir, həmin küləyin qarşısında da dayanacaqdın. Heç kim səni yıxan da deyildi. Tufana da deyir, sinə gərərdin.